öz ustadı İbn Sinaya bir gün belə deyir. Deyir, ustad, mənim nəzərimcə siz Peyğəmbərdən də üstün bir insansınız, yaxud da Peyğəmbərə bərabər bir insansınız. İbn Sina ona cavab verir ki, məni Peyğəmbərlə müqayisə etməyin yanlışdır. Mən nə qədər böyük alim olsam belə, Peyğəmbər məndən çox-çox üstündür. Bəhmənyar ustadının bu sözünü qəbul etmir. Bu fikrini inkar edir, İbn Sina onunla mübahisə eləmir. Günlərin bir günündə İbn Sina öz tələbəsi Bəhmənyarla bir yerə səfərə yollanır. Və qış gecələrinin birində otaqda istirahət etdikləri zaman İbn Sina öz tələbəsi Bəhmənyardan bir xahiş edir. Deyir, əgər mümkünsə, su istəyirəm, mənə su gətir. Soyuq qış gecəsində isti yatağı tərk etmək istəməyən, tənbəllik edən Bəhmənyar ustadına deyir, ustad, hava soyuqdur, sizin bədəniniz istidir və soyuq su içsəniz xəstələnərsiniz. İbn Sina ona heç nə demir. Qısa bir müddətdən sonra minarədən azan verilir. Azan verildiyi zaman İbn Sina tələbəsinə deyir, yadındadır, məni Peyğəmbərlə müqayisə etmişdin. İndi mənimlə Peyğəmbərin fərqini sənə göstərim. Sən bilavasitə məndən dərs almısan, mənim tələbəmsən. Ömrümdə bircə dəfə səndən su gətirməyini istədim, amma imtina elədim. Amma o kişi ki, onun adı minarələrdən çəkilir, həmin o adamın adını çəkmək üçün hər gün bu müəzzin azan verən isti yatağını tərk edib minarəyə qalxır və yüzlərlə insan onun adının dəvəti ilə məscidlərə axışır.